Bugünkü dərsimiz İmam Hüseyin əleyhissalam və Aşura qiyamı haqqında olan dərsdən 7-ci dərsdir. Burada biz əzadarlığın və ağlamağın fəlsəfəsindən danışacağıq. Ən çox bizə olunan iradlardan biridir. Niyə əzadarlıq eləyirik? Niyə ağlayırıq? Səbəbi nədir? Baxın, ilk növbədə bəzi düşüncələr var. Bəzi insanların təfəkkürləri var. O təfəkkürlər, o şübhələr elmi bir motiv daşımır. Ağlamaq haqqında olan şübhələr elmi bir motiv daşımır. Əksinə, daşıdığı motiv cəhalətin verdiyi bəzi düşüncələrin üzərində əsaslanır. Biz burada ağlamaq məsələsində el-aləmin baxışı ilə deyil, dini məsələ olduğu üçün İslam dininin baxışı ilə yanaşmalıyıq. Göz yaşı tökmək Quran-ı Kərimdə müxtəlif aspektlərdən, müxtəlif prizmalardan, müxtəlif cəhətlərdən yanaşılan məsələdir. Əgər insan dünya malı üçün, maddi mənfəətlərini əldən verdiyi üçün ağlayırsa, bu bir mənalı şəkildə dinimizdə pislədir. Əgər insan qorxaqlığından, acizliyindən və cəsarətsizliyindən ağlayırsa, bu dinimizdə pislədir. Necə ki, Hz. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah Teala dünya malı üçün ağlayan şəxsə behişti haram edir. Dünya malı üçün ağlamazlar. Amma Allah qorxusundan, günaha peşmançılıqdan, şəhidlərə, dəyərli şəxsiyyətlərə, mənəvi bağlılığımız olan şəxsiyyətlərə, hətta cansız bir şeyə ki, ona mənəvi bağlılığımız var, məzlumlara, heyvanlara, quşlara, ağaclara, hər şeyə mənəvi cəhətdən bağlılıq olaraq ağlamaq, dərdinə şərik olmaq, göz yaşı tökmək dinimizdə təqdir edilib. Çünki bunlar islah edici və pak duyğularla tökülən göz yaşlarıdır. Burada bir dənə incə məqam var. Mən nə üçün ağlayıram? Dünya malını əlimdən verdiyim üçün ağlayıram. Qələmimi itirdiyimdə sırf zərərə düşdüyüm üçün ağlayıram və ondan məhrum olduğum üçün ağlayıramsa, bu bəyənilməmiş xüsusiyyətdir. Amma qələmi itirdiyimdə şagirdlərimə dərs keçə bilməyəcəyimə, dərsimi yaza bilməyəcəyimə görə ağlayıramsa, xeyirdən, savabdan qaldığım üçün ağlayıramsa, bu bəyənilmiş ağlamaqdır. Məsələn, cihad üçün təqdim eləməyə atı, dəvəsi olmayan şəxslərin göz yaşı tökərək ağlaması müqəddəs kitabımızda Tövbə surəsi 92-ci ayədə təqdir edilir. Yəni, adamların Peyğəmbərin döyüşləri üçün verməyə atı, dəvəsi yox idi, oturub ağlayırdılar. Ki, bizim niyə atımız, dəvəmiz yoxdur ki, Peyğəmbərə verək, Allah yolunda verək. Tövbə surəsində bu təqdir olunur. Bəzən də bəziləri gəlib ağlamağın kişiliyə uyğun olmadığını deyirlər.
kişiliyə sığmadığını deyirlər. Ağlamaq duyğuların intensivliyidir. İstər qadında olsun, istər kişilərdə olsun. Bəzən xoşbəxt olduğumuz üçün ağlaya bilərik. Bəzən qəmimiz o qədər dərinləşir ki, kədərli olduğumuz üçün qəmdən ağlaya bilərik. Bəzən dözülməz ağrılarımız var bədənimizdə, hansısa bir səhət problemimiz var və s. var, ona görə ağlaya bilərik. Bəzən ümidsiz olduğumuz üçün, ümidsizliyin dozası çoxaldığı üçün, ağrı acı olduğu üçün ağlaya bilərik. Bəzən peşmançılığımızdan ağlaya bilərik. Yəni, kişi ağlamaz fikri İslam dininin mənəvi ambisiyası ilə ziddir. Onun ali dəyərlər topluluğu ilə ziddir. Qur'an-ı Kərimdə Maidə surəsi 83-cü ayə, İsra surəsi 109-cu ayə, Məryəm surəsi 58-ci ayədə Allah Teala ilahi kişilərin göz yaşlarının müştəqi olduğunu buyurur. Hətta deyir, bunlar ki, ağzı üstə uzanıb zar-zar ağlayırlar, gör necə ağlamaqdır. Ağzı üstə uzanıb zar-zar ağlayırlar, deyir, bunu mən alıram. Bu böyük dəyərdir, bu ali dəyərdir. Əslində, dinimizə görə ağlamaq mənəvi kişilərin xüsusiyyətlərindəndir. Məsələn, Həzrəti Əli əleyhissalam Zübeyir öldürüldüyü zaman oturub zar-zar ağlamışdı. Ağlamağın deyirlər, elə bil dəvənin balası ölər, dəvə nalə çəkər, nərilliyər o cür idi. Hədislərdə belə gəlir. Qur'an-ı Kərimin Yusuf surəsinin 84-cü ayəsində Yusufi itirdiyinə görə Həzrəti Yaqubun göz yaşları tənqid edilmir. Əlbəttə, orada kör olmayıb Həzrəti Yaqub. Gözləri ağardı, kör olmaq mənasına deyil. Gözləri yaşla doldudur. Hətta o qədər ağlayırdı ki, oğlanları dedilər ki, axır sən özünü bu niskildən həlak eləyəcəksən qəm-qüssədən. Belə demək deyil, oturub belə ağlayır. Hələ gözləri dolardı. Yusufdən danışan kimi gözləri doldu. Bu, övladlarının şişirdilməlidir. Bu, o demək deyil, səhərdən axşamacan Həzrəti Yaqub oturur, ağlayır. İlahi Peyğəmbərə bu da yaraşmaz. İlahi Peyğəmbərə ağlayıb gözünü kör eləmək yaraşmaz. Yaraşmaz. Bu deyil. Övladları hər şeyə paxıllıq eləyən şişirdən idilər. Qayda edib, sən də özü öldürdün, ha, filan kəs üçün. Bizdə belə deyirlər, sən də ürəyin gedir, ha, filan kəs üçün. Həmən adamın ürəyi getmir. Həmən adam da özünü öldürmür. Sadəcə olaraq qarşı tərəf narahat olduğu üçün, qarşı tərəf nigaran olduğu üçün bu paxıllıq çəkdiyi üçün bu oğlu qayıdır o cür reaksiya verir, o cür söz deyir ki, sən az qaldı özü öldürəsən. Yoxsa sadəcə olaraq gözləri yaşla dolurdu. Hər dəfə gözü yaşla dolub ağrıyırdı. Yusufun adı çəkilərdi. Gözləri ağardı da bu məniyyədir. Gözləri yaşla, su ilə dolmasıdır. Ağlayırdı. Hər halda kişi də ağlayırdı Peyğəmbər. Səhih-i Buxaridə 1-ci cild 158-ci səhifədə Əbdurrahman İbni Ovf deyir ki, Həzrəti Peyğəmbərin oğlu İbrahim vəfat elədi. Peyğəmbərimiz dəfn eləyərkən onu qucağına alıb ağladı. Deyim, narahatçılıqla baxdım üzünə, dedim, ey Allahın elçisi, sən övladın öldüyü üçün ağlayırsan, bir şey olar. Deyir, Peyğəmbərin gözlərindən yaş axırdı, axa-axa mənə baxdı. Dedi, Peyğəmbərin baxışındakı hüzün, qayğı mənim qəlbimi sızlatdı. Peyğəmbər mənə bu səfərki təəccüblə baxdı. Dedi, bu rəhmət göz yaşlarıdır. Gözlərim ağlayır, vücudum qəm-qüssə içindədir. Övladımı itirmişəm. Ardınca göz yaşlarını saxlaya bilmədi, yenə ağladı, yenə dedi ki, ay İbrahim, sənin ayrılığın bizi matəmə saldı. Baxın, Həzrəti Həmzə şəhid olduğu zaman
Həzrəti Zəhranın göz yaşı tökməsi, əzadarlıq və s. oradakı Ühud şəhidlərinə əzadarlıq mərasimləri təşkil eləməsi də buna sübutdur. Yəni bu söz deyil ki, kişi ağlamaz. Bu söz deyil. Bu, peyğəmbərlərə, ilahi kişilərə olan bir təhqirdir. Düzgün söz deyil. Adam gəlir, düşünüb danışır. İkinci məsələ budur ki, biz Kərbəla şəhidlərinə ağlayanda, həmçinin öz şəhidlərimizə də ağlayırıq. Öz əzizlərimizə də ağlayırıq. Vətən şəhidlərini də Kərbəla şəhidləri ilə birlikdə yad edirik. Çünki şəhidin mənimsənini yoxdur. Şəhid Allah yolunda canından keçib, insanlıq yolunda canından keçib. Din yolunda canından keçməklə, vətən yolunda canından keçməyinin heç bir fərqi yoxdur. Kim deyirsə vətən uğrunda, Qarabağ uğrunda şəhid olanlarla, din yolunda şəhid olanların fərqi var, deməli onun dini savadı yoxdur. Deməli o dini düzgün başa düşməyib. Deməli o cahildir. Çünki din dediklərimiz elə bu dəyərlərdir. İnsani dəyərlərdir. İlahi dəyərlərdir. Yəni dini biz bəzən gətiririk, qoyuruq ki, tamam başqa bir dənə dəyərdir. Ayrı bir dənə özü üçün müstəqil dəyərdir. Necə deyim, din də ayrı bir dənə müstəqil dəyər olduğu halda başqa şeylərdə ayrı bir dənə müstəqil dəyərdir. Yox, din elə həyat üçündür. Həyatın özüdür. Həyata qoyulan dəyərdir. Baxın, vətən sevgisi İslam dinində. Bunu niyə deyirəm? Çünki biz bu cəmiyyətdəyik, bu cəmiyyətin dindarlarıyıq. Bu cəmiyyətin gözü bizdədir. Bizə baxırlar. Bizim iki dodağımızın altından çıxanlarla necə deyim, rəftar eləyirlər, düşünürlər, dini tanıyırlar. Birinci, vətən sevgisi bizim vətəndaşlıq borcumuzdur. Yəni, hər bir şəxsin öz yaşadığı torpaqda o torpaqda yaşayan insanları sevməyi və eyni mənafeyi hədəfləyən insanları doğma bilməyi, bir-biri ilə sıx bağlılığı, vəhdəti vətən sevgisidir. Yəni, bu bağlılıq, bu mənsub olduğumuz torpağın istər etnik cəhətindən, istər mədəni cəhətindən, istər tarixi cəhətindən birləşdirən milli həmrəyliyidir. Bu çox önəmlidir. İslam dini birliyə, vəhdətə, hər şeydə birləşməyə ki, paçdır, təmizdir, dəyər verir. Vətən sevgisi nədir? Yəni, bu xalq birlikdə bu torpaqlarda əkib, becərib, yaşayıb, birlikdə qoruyub, birlikdə şəhidlərin qanı tökülüb bu torpaqda. Birlikdə adət-ənənələri var. Budur vətən sevgisi. Din də elə bunu deyir. Dində elə birliyə çağırır, cəmaat namazında birliyə çağırır. Qurban bayramında birliyə çağırır, fitir bayramında birliyə çağırır, həcdə birliyə çağırır, ziyarətgahda birliyə çağırır. Qonşunun haqqı, insanların haqqı, cəmiyyətin haqqı və bir-birinə laqeyd qalmamağı deyir. Yəni biz dəfələrlə təcavüzkarların qarşısında bir olmuşuq. Bu vətən sevgisidir. Birlikdə qrup yaratmışıq, bu vətən sevgisidir. Yəni Qur'an-ı Kərimdə Mümtəhinə surəsinin 9-cu ayəsi var. Deyir, Allah sizlə din yolunda vuruşan, sizi, bax, din yolunda vuruşan, sonra da deyir, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edən əsl zalimlardır. Yəni, həm dinin üçün sizlə vuruşan, həm də və yəni eyni dərəcədədir, eyni dəyərdir, bir-birindən ayrılmaz, eynidir. Həm də sizi yurdunuzdan çıxardan, çıxartmağa kömək eləyən kimsələrlə dostluq eləməyizi qadağan eləyər. Onlarla dostluq eləyən əsl zalimlərdir. Bu, Qur'an-ı Kərimin yurt sevgisi, vətən sevgisini bildirir ki, Allah sevgisinin, din sevgisinin kənarında gəlir. Oturub ayırmaq lazım deyil. Biz şəhidlərimizi İmam Hüseyinlə anırıqsa,
Dəyərli olduqları üçün anırıq. Şəhidlər ağasıdır İmam Hüseyin əleyhissalam. Cənnət cavanlarının sərvəridir. Şəhidlik məfhumunu İslam dini gətirib. İslam dininin yaratdığı bir dənə mahiyyətdir. Bir dənə fəlsəfədir. Bir dənə düşüncədir. Bir dənə həyat həqiqətidir. Reallıqdır və dəyərdir. Yəni, başqa bir ayədə, Bəqərə surəsinin 246-cı ayəsində deyilir. Vətənə olan təcavüzü mübarizə səbəbi sayır. Torpağa olan təcavüzü. Və bundan yayınanlar da tənqid edir. Deyir, Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxardılırıq, övladlarımızdan ayrılırıq. Deyir, lakin onlara vuruşmaq vacib olduğu vaxt içərilərindən az bir qismi müstəsna olmaqla hamısı döyüşdən üst çevirirdilər. Allah zalimləri, zülm eləyənləri, özlərinə zülm eləyənləri tanıyır. Bəqərə surəsindədir. Yəni, burada dinlə eyniləşdirir. Nə üçün Allah yolunda vuruşmayaq ki, yurdumuzdan çıxarılırıq, övladlarımızdan ayrılırıq. Yəni, yurdundan çıxarılmaq, övladından ayrılmaq, bu təhlükə üçün mübarizə aparmaq Allah yolunda döyüşməkdir. Yəni, bir adam gərək o qədər savadsız ola ki, dindən xəbəri olmuyor ki, gələ fərq qoyar. Başqa bir məsələ, vətən sevgisi abadlıq, əminəmanlıq gətirir. Həzrəti Əli əleyhissalamın kəlamındadır. Yəni, təkcə el-obaya bağlılıq üçün deyil, abadlıq üçündür, inkişaf üçündür. Deyir, ölkələr vətən sevgisi ilə abadlaşır. İmam Əli əleyhissalam deyir. Yəni, abadlıq istəyirsənsə, vətən sevgisi ilə abadlaşdırılır. Növbəti məsələ, vətən sevgisi şərəfi, ləyaqəti olmağın nişanəsidir. İmam Əli əleyhissalam yenə buyurur. Deyir, vətəni sevmək insanın kərəminin, yəni alicənablığının, ləyaqətinin, şərəfinin nişanəsidir. Yəni, ən pak, ən ülvi duyğulardan biridir vətən sevgisi. Yəni, sədaqət doludur, minnətdarlıq qoxuludur vətən sevgisi. Uzun illər bu torpaqları qorumuş, bizə əmanət vermiş nəsillərin yadigarıdır vətən, bu torpaq. Yəni, mənsubiyyətimizdir, şərəfimizdir, qürurumuzdur, havası, suyu, insanları, təbiəti, hər birisi bizə doğmadır. Bunu Qur'an-ı Kərim də dəyərləndirir. Hədislərimizdə də dəyərləndirilir. Baxın, Peyğəmbərimiz Hz. Məhəmməd sallallahu aleyhi və səlləm Məkkə üçün darıxırdı, doğma vətəni üçün. Allah da söz verir Peyğəmbərə ki, səni ora qaytaracaq. Deyir, sənə vacib buyurulan yerə, qayıdacağın yerə səni yenidən qaytaracam mən. Qəsəs surəsinin 85-ci ayəsində. Nigaran olma. Bir gün Mədinədə oturmuşdu Peyğəmbərimiz. İşa namazını cəmaatla qılıb qutarmışdı. Namaz qılanların arasından bir nəfər ayağa qalxdı, dedi, ey mühacirlər, ey ənsarlar, mən yoxsul və vətənindən uzaq düşmüş qərib bir insanam, mənə kömək edin. Peyğəmbərin diqqətinə baxın. Sizcə nəyə diqqət elədi? Dedi, ey dost, qürbətdən, vətəndən uzaqda olmaqdan danışma ki, qəlbimin damarlarını kəsirsən. Rövzətül Cinan, 19-cu cild, səhifə 123-də yazılır. Yəni, dinin özüdür. Peyğəmbərin həyat tərzidir, verdiyi dəyərdir. Sonuncu sözümü də vətən haqqında deyim. Sözümüzü ağlamaq məsələsinə davam etdirək. Vətəni sevmək də imandandır. İslam dininə görə də vətəni sevmək imanın bir hissəsidir. Peyğəmbərimizin bir dənə sözü var. Deyir, qürbətdə ölən şəhiddir. Çox ali bir dənə dəyərdir. Necə yəni qürbətdə ölən şəhiddir, vətəndən uzaqda? Yəni, vətən bir dəyərdir ki, ondan uzaqda o ölən şəhiddir, şəhid. Ramazan ayının dualarında oxuyuruq. Ramazan ayında bir dənə dua var. Deyirlər, hər gün kim bu duanı oxusa, onun bütün günahları bağışlanmış olur. O duanın içində görün nə deyir? İlahi, hər bir qəribi
vətəninə geri qaytar. Ramazan ayının duasında var. İlahi, hər bir qərbi vətəninə geri qaytar. Vətən bizim ilk qədəmlərimizin attığımız doğma torpaqdır. Vətən ailədir, vətən namusdur, vətən yuvadır. Buna görə də vətən müqəddəsdir. Və bunu dindən ayırmaq, bunu İslamdan ayrı salmaq fitnədir. Heç kim deyə bilməz ki, İmam Hüseyin əleyhissalama ağlamaqla gətirib vətən şəhidlərinə ağlamağı üz-üzə qoya bilməz. Yadınızda saxlayın, bu bir tələdir. Bunu bilə-bilə gətirirlər. Ortaya atırlar bu sözləri. Bu ayrı seçkiliyi bilə-bilə yaymaq istəyirlər. Yəni bir növ demək istəyirlər ki, bu məzhəb, bu şiyyələr, bu əhl-beyt davamçıları öz vətəninə, şəhidlərinə dəyər vermir. Ləkələmək istəyirlər. Başqa tür deyə bilmirlər. Gəlib bu yoldan deyirlər. Aldanmayın heç vaxt. Eynidir. Kərbəla şəhidləri nə qədər dəyərlidirsə bizim üçün, vətənimizin şəhidləri də bir o qədər dəyərlidir. Çünki eyni amal, eyni yoldadırlar. Amma İmam Hüseyin əleyhissalam şəhidlərin sərvəridir. Onun səhabələri şəhidlərin sərvəridir. Yaxşı, niyə qeyd edirik hər il Aşura əzadarlıqlarını? Birinci məsələ budur ki, məhəbbətdir. Qur'an-ı Kərimdə özü buyurulub ki, ey Peyğəmbər, de ki, əhl-i beytimə sevgidən başqa sizə bir şey istəmirəm. Qul la əsəlukum əcrən illəl məvəddətə fil qurban. Peyğəmbərimiz keçən dəfə ziyarəti nə idisə, dediyim keçən dərsdə, ağlamağın da dəlilləri odur. Bir də eşqin qanunları var. Eşqin qanunlarından biri də qəmli vaxtında qəmli olmaq, sevincli vaxtında sevincli olmaqdır sevdiyin məşuqun. Buna görə də bunun haqqında hədislərimiz də var. İmam Əli əleyhissalam deyir, bizim dostlarımız fərəhli günlərimizdə sevinər, hüzünlü günlərimizdə qəmli olar. Amma burada bir dənə də başqa bir amil var. İndi tarixini də danışacağım, azadarlıq hardan başlayır. Başqa bir amil var. Doğrudan da bizə Səfəvilərdən qalıb, ya necə olub. O da budur. Fərdi və ictimai davranışlarla da göstərmək. Sevginin qayda qanunlarındadır. Yəni, yas saxlamağı fərdi və ictimai davranışlarla da göstərmək. 1400 il bundan qabaq olub, eşqə bax, 1400 ilin eşqidir. İndinin eşqi deyil. Nə oldu? Bir dənə qadına aşıq olanda, bir dənə bəyə aşıq olanda, kişiyə aşıq olanda, tez gəlirik Xosrov və Şirin, Leyla və Məcnun. Başlayırıq misal çəkməyə bilmir. Nə oldu romantikamız ən gözəl şəkildə işləyir? Nə oldu filmlərə baxırıq, göz yaşı tökürük, bax belə-belə, ovuc-ovuc. Qaqa, bilirsən nə romantik film idi? Bacı, bilirsən nə qəşəng film idi? Nə oldu Titanikə baxıb qəşş eləyənlərin halı? Orada məhəbbət oldu. Burada olmadı. Neçə illər bundan əvvəl baş vermiş Titanikə baxıb ağlayırdı. Saxta eşq filmlərinə baxıb ağlayır. Amma həqiqi eşqə ağlamağa deyib, nə deyə ağlayırsınız? Nə oldu? Niyə düşünmürlər? Çünki bu eşq məsuliyyət gətirən eşqdir. Şəhvət eşqi deyil axı. Məsuliyyət gətirir, düzəltmək gətirir insana. İnsan yaradır. Bu eşqin məsuliyyəti çətindir. İnsan beyni həmişə, dəyərli psixoloq bacılarımız da burada iştirak edir, Aynura bacı o cümlədən, əyləncəni sevir insan beyni. Ona görə Qur'an-ı Kərimdə də deyir, işüz ləhv və əbdir. Əyləncəni sevir. Arxayında enerji sərf eləmək istəmir insan beyni. Düşünmək istəmir, düzgün yolu seçmək istəmir. Çox üzürlü sayın, mən bəyləri yollamamışım. İndi yadıma düşdü ki, bəyləri yollamamışım. Bağışlayın. Necə unutmuşum, heç özüm də bilmirəm. İkinci məsələ burada mənəvi tərbiyədir. Mənəvi tərbiyə.
Yəni ağlamaq tərbiyə edən ağlamaqdır. Necə ki İmam Sadiq əleyhissalam buyurur ki, İmam Hüseyn əleyhissalama ağlamaq hər mömin üçün həm ağlamaq, həm də ibrət deməkdir. Sırf ağlamaq deyil ki. Bəli, ağlayıram. İmam Hüseynin körpəsinə ağlayıram. İmam Hüseynin məzlumiyyətinə ağlayıram. İmam Hüseynin ailəsinə ağlayıram. Çarəsizliyinə ağlayıram. Bu, bəzən deyirlər, yazığın gəlməsin. Yox, yazığın gəlsin ağla. Niyə yazığın gəlməsin? Yazığı gəlib ağlamaq paç ağlamaqdır. İnsanlıqdır, səni daxildən düzəldər, daxildən təmizləyər. Yazığı gəlib ağlamaq empatiya qurmaqdır. Özünü onun yerinə qoymaqdır. Şəfqətdir, mərhəmətdir, sevgidir. İnsafdır, vicdandır. Yazığı gəlib ağlamaq. İstəyir 1400 il bundan qabaq olsun, istəyir eramızdan qabaq olsun. Bir dənə məzlumluğa yazığı gəlib ağlamaq ən ali tərbiyəvi duyğudur. İçərdən səni təmizləyir, şuur altı təmizləyir, heç özünün də xəbəri yoxdur. Məntiqlə deyil, insanlıqlandır. Məntiqlə deyil. Məntiqlə, frontal lobla düşünəcəksən, ola bilər ki, sənə yanlış gələ bilər. Amma insanlıqla düşünəndə, şuur altı ilə düşünəndə səni nə qədər təmizləyir. Həm də ibrət götürməkdir. Yazığı gəlməkdən əlavə ibrət götürməkdir. Mən də belə şəraiti yaratmamalıyam. Nə üçün bəs hədislərimizdə elə bilirsiniz, deyir ki, İmam Hüseyin müsibətinə ağlayanın bir qətrə göz yaşına behişt vədi olur. Yəni o behişti sən yaradırsan özündə. O bir qətrə göz yaşı ilə behişt yaradırsan. Həyatı dəyişirsən. İnsanlığın içində oyanır. Daxilində insanın insanlıq oyanır. Mənim içimdən insanlıq oyanır ağlayanda. Xatırladır fitrətimi özümə, paçılığımı özümə. Baxın, o Geştapda da var, çevrə məsələsi var, çevrə məsələsi. Hansı ambiyansda qərar tutmağın məsələsi? Nə ötürüb, nə almağın məsələsi. Kuantum kimi. Hər cəhətdən baxsay, bunlar da dərinlərinə inmək istəmirəm, bura yeri deyil. Hər cəhətdən baxsay, görərik ki, bu ağlamaq insan yaradır, ibrət doludur, behişt yaradır insanda. Dəyişiklik yaradır, adamın kirini, pasını silir içərdən ruhundan. Ona görə deyir Peyğəmbərin sanki birlikdə düşmənlərə qarşı cihad eləmişsən. Başqa bir məsələ, ilahi xatirələri əbədiləşdirməkdir. Dünənləri biz danışanda ziyarətə nə demişdiksə, burada da işə gedir. Necə ki, ilahi şüarları Həc surəsinin 32-ci ayəsində deyilirdi, yaşatmaq qəlblərin təqvasından xəbər verir. İmam Hüseyin əleyhissalama da ağlamaq qəlblərin təqvasından xəbər verir. Həzrəti İsmail Allah yolunda qurban kəsiləcəkdir, amma kəsilmədi. Amma Qurban bayramı indinin özünə qədər də Qurban bayramıdır. Tarixi 1400 ildən çoxdur, bəli, 1400 ildən çoxdur. Onda niyə qurban kəsirsən? Kəsmə də qurban. Nə mənası var o qurban kəsməyin? İlahi şüardır. O vaxtdan hələ İsmail kəsilmədi ya. İmam Hüseyin əleyhissalam 72 qurban kəsdi. Əfsanə bacımız əlini qaldırıb. Nəsə sualı varsa buyursun. Salam aleyküm müəllim və qrupdakı qardaşlar. Müəllim, sualım belədir ki, mən özüm də psixologiya bir çox şarkasından təlim olmuşam. Yəni, mən istər dini baxımdan, istər psixoloji cəhətdən bunu beynimdə sual var idi əslində. O sual indi yenə beynimin bir köşəsində getmişdi. Siz deyəndə təzələndi. Yəni, bugünkü dərsimiz ağlamaqla bağlı olduğu üçün. Məsələn, biz Həzrət Hüseyni və yaxud da hansı biri sevdiyimiz biri olmasın, yolda haksızlık da görəndə ona qarşı çıxmağa çalışırıq. Əgər qarşı çıxa bilməyirsə, bu bizi ruhən narahat edir. Yəni, və yaxud da vicdanən deyirik ki, kaş eləyərdik. Eləyə bilməsək də az bir şey olsa rəyimiz sızıldayır və yaxud da çox canımız itirdiyində birini və yaxud çox sevinəndə ağlayırıq. Mənim cavabını tapa bilmədiyim sual budur ki, bəs niyə
Məsəl üçün də bizi incitməyən bir şey belə olsa, məsəl üçün mən Quran oxuyuram, Quranın ayələrini bilmədiyim halda, bəzi məsəl üçün ayələr var ki, ərəb dilində oxuyuram, mənim gözümdən bir ixtiyar yaş gəlir, bədənim titrəyir, əsir, bilmirəm, onun mənasını bilməsəm də ruhən və ya da alt şuurda bunu anladığım üçün belə olur və yaxud da belə deyim də, hansısa bir hissdir, belə deyim, kiminsə nəysə bir şey olanda heç mənə aidiyyatı yoxdur, yaxından, uzaqdan gözümdən yaş gəlir. Yəni, bunun səbəbini bilmək istəyirəm. Bilmirəm, məndə psixoloji problemlər yanaşıdır, yoxsa tərgindəlik var, ondan mı yanaşıdır? Onun səbəbini var idi bu sual beynimdə, amma ispat olmuşdu. Siz deyəndən təzəliklə aydınlandım, ona görə dərsimiz də bunun üstünə, bu mövzu üzərində qurulduğuna görə dedim, bu sualı sizə verim. Üzrü sayın, dərsinizi böldüm. Baxın, əziz bacım, çox gözəl sual verdiniz. Bəli. Hə, çox gözəl sual verdiniz. Sualınız çox qəşəng sualdır. Baxın, Quranın mənasını başa düşsəydə, düşməsəydə, Quran Allah Taala'nın kəlamıdır. İndi bəşər ləfzinə düşmüş kəlamı olsa belə, Allah Taala'nın kəlamıdır. Bəzi şeyləri hökman dadmaqla təsir qoymur. Bəzi şeylər yox. Elə hər şey təsəvvürlə də təsir qoyur. Siz məsələn limonu təsəvvür eləsəz, soyumusunuz, doğrayırsınız, əlinizdə fıç-fıç eləyirsiniz, sonra ağzınıza belə boşaldırsınız, barmaqlarınızı yalayırsınız, bunu təsəvvür eləsəz, ağzınız sulanacaq. Çünki beyin təsəvvürdən də təsir alır. Təkcə bu duyğulardan yaxud dadlardan, hiss orqanlarından təsirlənmir. Təkcə onlardan təsirlənmir. Bəlkə təsəvvür eləməkdən də təsirlənir. Hökman fiziki təmas lazım deyil. Biz bir dənə narahat hadisəni təsəvvür eləsək, qarımız qaralacaq. Bir dənə xoş xəyalı, heç vaxt olmayacaq bir şeyi belə təsəvvür eləsək, üzümüz güləcək. Beyin təsəvvürdən çox təsirlənir. Ona görə də biz seanslar apardığımız zaman deyirik ki, xoş xəyallar qurun, xoş təsəvvürlər eləyin. Xoş arzular yaradın özünüzdə. Ki, bu sizin beyninizi o təsəvvürlərdən təsirləndirir. Nə qədər xoş arzunu çoxaldırsansa, o pis fikirlər, negativ fikirlər o qədər azalacaq. Yoxsa negativ fikirlə mübarizə aparmırıq. Biz bəlkə əksinə yaxşı fikirlər çoxaldırıq. Baxın, gözəl bacım, soğanı doğrasın, onu yeməsən belə gözünü yaşardacaq. Yeməyi yeməsən belə dadı, iyi qoxusu səni iştahı açacaq, ağzını sulandıracaq. Hələ təsəvvürdən əlavəyə keçirəm, ikinci mərhələdə. Hər halda Qur'an-ı Kərimin kəlamları şəfaat, mənəviyyət doludur. Və səni istər-istəməz xatırladır o dəyərləri, o aliliyi, o gözəlliyi, fitrəti özünə getirir. Ola bilər ki, biz gedib üst başımız palçıqsa çinməyək. Amma özümüzü dəsmalla silək. O təmizliyin göstərir, bədənimizi, əlimizi belə dəsmalla silək. Hər şeyin öz təsiri var. Bizim beynimizdə neyron olduğu kimi qəlbimizdə də, ürəyimizdə də neyronlar var. Yəni o düşüncə var. Burada da o düşüncə var. Bu da düşünür, bu da mühakimə edir, bu da qərar verir. Təkcə beyin yox. Bunun da maqnit qüvvəsi var. Bunun da cazibəsi dafiəsi var. Yəni biz bir şeyin empatiya yaradaraq, bağlılıq yaradaraq yaşaya bilirik. Hansı bir hadisəni eşidirsiniz, onunla bağlılıq yaşayırsınız. Quran-ı Kərimi oxuyursunuz, onunla bağlılıq yaşayırsınız. Yəni onun sizin qəlbinizdəki, düşüncənizdəki duyğuların, hisslərin, təfəkkür tərzlərinin və s. ona uyğunluğu ilə bağlıdır. Bax, Quran-ı Kərimdə bir dənə, Quran-ı Kərim deyirəm, dinimizdə bir dənə belə düşüncə var, çox gözəl fətvalardan da biridir. Mənim nəzərimcə deyir, şərab olan stulda əyləşmə. İçməyəcəksən, ha? İçmirəm ki, oturmuşam da, yox, əyləşmə. Yüngülləşər. Şərab içilməyi gözündə yüngülləşər. Qəlbindəki o paçlığa təsir qoyar. Pis dostla oturub durma, səni pisliyə çəkər. Baxın, mənim düşüncələrimlə sizin düşüncələriniz
bu dəqiqə uyğunlaşır. Mənim beynimdə danışıram, eyni yerlər aktivdir ki, bu dəqiqə sizin beyninizdə də eyni yerlər aktivdir. Yəni, biz bir-birimizdən xəbərsiz olaraq doğmalaşırıq. Bir-birimizdən xəbərsiz olaraq beynimizə aynalama effekti yaradırıq. Beynimizə hökm edirik. Mənim danışıqlarım sizin beyninizdə, mənim beynimdə aktiv olan bölgələri aktiv edir. Və bu çox düzgün və çox gözəl və çox ilahi bir fəaliyyətdir. İndi bir dənə pis bir yerdə olsuz, pis bir danışıqlarla üzləşsüz də pis yerlər aktiv edəcək. Və aktiv olunduğu zaman fəal olan hormonlar istər-istəməz onunla sizin yaxınlığınızı təyin edəcək. Ona görə deyir, naməhrəmə baxma. Naməhrəmə bir dəfə baxdın, ikinci dəfə baxma. Ləzzət qəsdi ilə olmaz baxmaq. Və sair məsələləri. Çünki beynimə gələcək o dopamin və s. şeylər səni ona adət elətdirər. Bilmirəm sualınıza nə qədər cavab verdim, amma bu qədər bacardım. Kifayətdirmi cavab? Bəli, Ustad, çox təşəkkür edirəm. Allah razı olsun. Həqiqətən də çox dolğun şəkildə necə deyim, izah açıqlama verdiniz. Çox təşəkkür edirəm. Minnətdarım, gözəl bacım. Sağ olun. Növbəti məsələ milli mənəvi dəyərlərin qorunmasıdır. Ümumiyyətlə, bir xalq olaraq biz İmam Hüseyin əleyhissalamın nə qədər əzadarlığını qoruyuqsa, öz dədələrimizin, babalarımızın, millətimizin bir millət kimi var olan dəyərlərimizi qoruyub saxlamaq. O hədəfləyirik. Bu da milli mənəvi dəyərlərdən ayrı deyil. Yaxşı, nə üçün əzadarlıq məclislərini ağlamaqla, qara geyinməklə, sinə vurmaqla, zəncirdən danışırım amma, ağlamaqla, qara geyinməklə, sinə vurmaqla yad edirik. Gedək, konferans keçirdik, seminar keçirdik, necə deyim, mədəni formada keçirdik. Bu nədir bunlarla edirik? Baxın, ağlamaq, bəyəkləri haqqında danışdıq. Duyğu məsələsidir, sevgi məsələsidir və s. məsələlərdir. Sinə vurmaq bir dənə xalqın əzadarlığı ifadə tərzidir. Ağı demək, mənim ağı deməkdən çox xoşum gələr. Özüm bacarmıram, ağı mənə daha çox yaxşıdır. Daha çox təsir qoyur başqa şeylərdən. Xüsusən milli ağılarımız, o bizdə oyadan insanlıq hissləri var o ağılarda. Yəni, bilirsiniz, konferansın öz yeri var. Sözsüz ki, konferans olmalıdır. Bu elmi məsələdir. Konferans məsələlərində, elmi məsələlərdə bizim buramız işləyəcək, frontal lobumuz işləyəcək, mühakimə yerlərimiz. Amma bizim duyğularımız da var axı. Biz təkcə ağıldan, məntiqdən ibarət bir varlıq deyilik. Biz duyğulardan ibarət varlıqlarıq. Və duyğular daha çox bizə yön göstərib və həyatımıza təsir qoyan amillərdən biridir. Ağıl öz yerində və həmin ağılın dəstəklədiyi duyğular da əsas. Həmin ağılın dəstəklədiyi. Həmin konferansda gedib elm öyrənə bilərik. Amma həmin konferansda duyğu ala bilməyəcəyik. Duyğu ona uyğun hərəkətləri eləməklə o hissləri bizə yaşadır. Yəni, qəmin, kədərin əlaməti qara geyinməkdir. Ağlamaqdır, sinə vurmaqdır, növhə oxumaqdır, mərsiyə oxumaqdır, göz yaşı tökməkdir. Bunlarla yaşanır. Bunu əslində bu cür etiraz eləməz, özü də bir savadsızlıq işarəsidir. Dərin düşüncənin olmamasından xəbər verir. Yaxşı, Səfəvilər dövründən qalma adətdir ya yox? Baxın, biz bilirik ki, Peyğəmbərimizin danışacaq onlarda işarə edərik inşallah. Peyğəmbərimizin özünün, məsumlarımızın dövründə ağlanılıb, əzadarlıq məclislər, mərasimləri təşkil olunub. Hətta İmam Səccadın yaşadığı dövrdə belə Kufədə, Bəsrədə, Şamda, Mədinədə, Məkkədə Aşura üçün, Kərbala üçün əzadarlıqlar edilirdi, yas saxlanılırdı, qara bağlanılırdı,
təxirə salınırdı toylar və s. məsələləri. Bu indidən deyil. Bu təkcə əhl-i şiiyə aid olan bir məsələ deyildi. Əhl-i sünnə qardaşlarımız, insanlar yas saxlayırlar Hz. İmam Hüseyin əleyhissalam. Yəni bu tarixən var, dəlil sübutlarını da yazmışam, tarixi kitablardan da araşdırıb qoymuşam. Dövlət səviyyəsində haçan keçirildi, Hicri qəməri tarixi ilə 4-cü əsrin ikinci yarısından etibarən Ali-Buyənin hakimiyyəti zamanı keçirildi. Bu bütün müxtəlif kitablarda məlumat verilir. Və həmin vaxtda mücid dövlət deyiləmi insanlara dedi, bir yerə yığılışın, əzadarlıq edə bilərsiniz. Dükanlara qıfıl vuruldu, tətil olundu, meydanlarda, bazarlarda qara çadırlar quruldu, ehsanlar verildi, geniş əzadarlıq mərasimlərlə başlanıldı. Şafii özü yazır ki, bu tarixdə əzadarlıq, Aşura əzadarlığının aşkar şəkildə keçirilməsi, dövlət səviyyəsində keçirilməsinin ilk günü idi. Yəni, boş yerə deyilməsin ki, Səfəvilər dövründən qalır, belə bir şey yoxdur. 4-cü əsrin ikinci yarısından 5-ci əsrin ortalarına qədər hər il bu keçirilirdi. Novruz bayramı, Məhərrəmə düşdüyü zaman bayram tətil edilirdi. Yəni, bayram mərasimləri təxirə salınırdı. Misir əhli özü İmam Hüseynin övladlarının qəbrini gedib ziyarət edirdilər. Böyük əzadarlıq məclisləri keçirdirdilər. Qahirə Cümə məscidində də bu qurulurdu. Tarixdə bu var. Ali-Buyə hakimiyyətindən sonraki illərdə də fərqli siyasətləri yürütdüyü üçün bəzi dövlətlər, müsəlman dövlətlərində bəzən müxtəsər, bəzən də geniş şəkildə keçirilirdi. Gəldi Səfəvilərin dövrünə ki, bizim millətin fəxrli Səfəvilər, milli Azərbaycanlığın simvollarındandır. Səfəviyyət hakimiyyəti zamanında da belə mərasimlər özünə məxsus əzəmətlə qeyd olunur. Amma bu o demək deyil ki, o dövrdən qalıb. Yox. Dediyim kimi 4-cü əsrdən bəridir. Hicri qəməri tarixi ilə 4-cü əsrdən bəri. Əbdülcəlil Razi 6-cı əsrdə 560-cı ildə Hicri qəməri tarixi ilə Kitab-ı Nəqz adlı kitabında yazır ki, hər kəsə məlumdur ki, Hənəfi və Şafii sünni firqələrdir. Rəhbərləri, həmçinin onların davamçıları olan alimlər, fəqihlər Aşura il dönümünü qeyd edərək ahuzar ilə bağlayırdılar. Təziyə mərasimləri qururdular. Kərbəla şəhidlərinin müsibətini yad edirdilər, çıxırdılar minbərlərə, rəvayətlər söyləyirdilər. Yəni, Şafii və Hənəfi sünni qardaşlarımızın alimləri. Sünni alimləri Xacə Əbu Mənsur Maşad 6-cı əsrdə İsfahanda, Xacə Əli Qəzvini Hənəfi 6-cı əsrdə Bağdadda, Əmir Əbbadi Qutbuddin 6-cı əsrdə Bağdadda, Əbu Mənsur Ümdəddin Şafii Nişaburda, Xacə Əşəri Hənəfi Nişaburda, Qazi Hənəfi və sairələrə hamısı Aşura əzadarlıqlarını geniş şəkildə keçirən əhl-i sünnə alimləridir. Bu barədə müxtəlif kitablarda məlumat verilib. Silsilətü Zəhəb və Şəhat, Məqamat-ı Cami, Məktəl-i Xarəzmi, Tarix-i Təbəli, İthaf-ı Süəda, Fi Mənaqib-i Seyyid-i Şühəda, Cövrül Əşqiya, Məktəl, Hənəfinin Məktəl kitabından söhbət gedir. İstər Osman Hənəfi olsun, istər Əmmər Hənəfi olsun, hər ikisinin məktəlində. Rövzət-ü Şühədə və s. kitablarda bunlar yazılıb var. İbn Sirin deyir ki, Yəhya İbn Zəkəriyyədən sonra, Yəhya Peyğəmbərdən sonra, səma əhli Hüseyn İbn Əlidən başqasına ağlamadı. Yəni bunu həm əhl-i sünnə qardaşlarımız, həm biz bilirik və vaxtında da tarix boyu qeyd olunur. İndi sonradan Qərbin bölücü siyasətləri nəticəsində müsəlman ölkələrini
işğal etdikləri zaman yaratdıqları ixtilaflar sünni-şiə qardaşlarının iki qardaşı bir-birinə düşürtmələrinin nəticəsində bu soyuqluqlar yaranıb ki, bu da şeytanın tələlərindən biridir. Yoxsa ki, onlar da qeyd edirdilər, biz də qeyd edirdik vaxtında. Yaxşı, Peyğəmbərimiz, səhabələr, tabeinlər ağlayıblar İmam Hüseyin müsibətinə ya yox. Baxın, Hakim-i Nişaburi səhih sənədlə Ümmü Fəzildən belə nəql edir. Deyir, balaca Hüseyni qucağına aldım, gətirdim Peyğəmbərin yanına, baxdım, gördüm, Peyğəmbər başladı ağlamağa. Dedim, niyə ağlayırsan? Dedi, Cəbrail mənə dedi ki, Həzrəti Cəbrail, ümmətim yaxın zamanlarda Hüseyni şəhid edəcək və hadisəni də qeyd edir. Yəni, bilirsiniz, bunlar bilinir də əvvəlcədən ümmət içərisində ki, belə bir hadisələr baş verəcək. İmam Hüseyin şəhid olacaq. Bu, Hafiz Əhməd Beyhəqinin əsərlərində də var. Burada da mən demirəm. Əhməd İbni Həmbəl, Həmbəlilərdəndir. Səhih sənədlə deyir ki, Ənəs İbni Malik. Ənəs İbni Malik kimdir? Əhməd İbni Həmbəl, Həmbəlilərin imamıdır. Əhl-i sünnədə. 4 dənədir də bilirsiniz. Hənəfi, Şafii, Maliki, Həmbəli. Həmbəlilərin imamıdır. Səhih sənədlə. Ənəs İbni Malikdən. Ənəs İbni Malik kimdir? 8 yaşında anası verdi, Peyğəmbərin evində qalırdı. Qəbul edib Peyğəmbər onu. Ənəs İbni Malikdən ta axıra qədər nəql eləyir ki, Ümmü Sələmə dedi, Həsən və Hüseyin mənim evimdəydilər. Cəbrail nazil oldu Peyğəmbərə dedi ki, sənin ümmətin bu övladı Hüseyni şəhid edəcəklər. Peyğəmbər dedi ki, ağladı və mənə bir ovuc torpaq verdi, Ümmü Sələmə deyir. Deyir, həmin Kərbəladan gətirilmiş torpaq idi. Deyir, Kərbəlada İmam Hüseyin şəhid olduğu vaxt torpaq qırmızı rəngə boyanmışdı. Və Ümmü Sələmə bunu çıxardıb əlində cəmiyyətə göstərdi. Yəni, o vaxt xəbəri yox idi ki, Ümmü Sələmənin Kərbəlada nə başı verdi. Çünki orada çapar neçə vaxta gəlib çatırdı. Amma Aşura günü o torpaq qırmızı rəngə boyanmışdı və onu da insanlara göstərdi və dedi ki, Hüseyni şəhid edədilər. Çoxu inanmadı. Bu tarixdə var. Əfsanə bacımız əlini qaldırıb buyursun. Müəllim, çox üzr istəyirəm. Buyurun, xoşdur. Yox, olmalıdır. Mən sevinirəm. Deyirik ki, Peyğəmbərə vəhiy gəlirdi və yaxud da mən belə bir deyim eşitmişəm, nə qədər səhifdə onu sizdən öyrənmək istəyirəm. Allah Teala yeryüzünü, bütün dünyanı, bəşəri xanım Fatimə Zəhraya görə yaradır. Və Adəm Peyğəmbər əleyhissalam, yəni eşitdiyimə görə deyirəm, bunu da bilməm nə qədər səhifdir. Adəm əleyhissalam, Cəbrail əleyhissalamla göy üzündə gəzəndə deyir ki, bu xanım Fatimənin atasıdır, bu yoldaşıdır, bu evladıdır. Adəmdən Xatəmə qədər hamısını xanım Zəhranın onun hesabına yaradı, yəni ona görə yaradıbdır. Belə bir deyim eşitmişəm, amma nə qədər səhifdir bilmirəm. Buna inşallah bizim aydınlıq gətirərsiniz. Bir də mənim Lövh-i Məhfuzda biz zərr aləmində olanda, yəni məsəl üçün hamıya kitabımız açılır, ruhlar aləmində göstərilir əməldə, yəni bu dünyada qarşılayacağımız şeylər. Necə ki, buna psixologiyada məsəl üçün deyirlər, hansı ki, ruhsal aləmdə gəlir, bir nəslə mənsubdur, məsəl üçün, ulu babalarımızın nəslinin daşıyıcısıyıq da, biz belə deyim. Və belə, yəni ki, Adəm Peyğəmbərdən Xatəm Peyğəmbərə qədər, hansı ki, Muhammed Peyğəmbərə göstərilib bu evladının başına gələcəyini, öz başına gələcəyini, bütün Peyğəmbərlər göstərilib. Bunlar heç biri qəbul eləməyib və sonuncu olaraq bizim Peyğəmbər qəbul elədiyinə görə xətm olunub da, yəni bu Peyğəmbərin gəlişi. Artıq yeni bir dövr başlayıb və imamət dövrü başlayıb Peyğəmbərlik dövründə. Yəni ki, sualın xülasəsi budur ki, bu varmı? Yəni yeryüzü xanım Fatimə Zəhraya görədir və bizim də dünya gəlməmişdən qabaq kitabımız açılır və hansı nəslə mənsub olacağımız belə, mən bunu elmini ailə dilində psixologiyada almışam ki, yəni hansı nəslə mənsub olacağımız, hansı karmanı daşıyacağımız, hansı ailəni şəfalandıracaqsa, şəfaatçı ruhlar deyilir də, yəni belə deyim. Onu biz qəbul edib elə gəlirik. Yəni bu dini baxımdan indi bəzi şeylər var ki, titada R2-dir, məsəl üçün regressiyadır. Mən bir çox müəllimlərə sual vermişəm, qəbul eləməsələr də mən görürəm ki, həqiqətən var. İkinci sualım da budur ki, keçmiş yaşam və yaxud da məsəl üçün ruh
dünyasını dəyişir, deyirlər ki, 40 günün evinə gəlib gedirlər. Mənim anam rəhmətə gedəndə 2010-cu ildə bizim həyətdə sarı bir pişik gəldi, ayaq xəstəydi. Biz onu yedizdirdik, içizdirdik. 3 gündən sonra o getdi. Yəni, mən bir müəllimə də sual verdim. Deyindim, Əkəm müəllim idi. Qayıtdı, mən dedi, yox, absurd şeydir, qorxular gələ bilməlidir. Yəni, heyvan ikinci yaşamımıza yenidən gəlib ruh olaraq hansısa bir heyvana daxil olur, evə gəlir və yaxud da nəysə olmalı. Bu, dini baxımdan düzdür. Bəlkə də təlimimizə, dərsimizə aidiyyəti yoxdur. Amma ən azından oracaladım ki, yəni Peyğəmbər bunu bilirdi. Yəni biz də bilirik mi, belə bir şey olub, qəbul edib gəlmişik mi, yoxsa gəlib burada yaşayırıq, başımıza gələnlərlə olur, onun bir açıqlıq gətirəriz, çox xahiş edirəm. Baxın, gözəl bacım, vaxtımız qısa olduğu üçün, məhdud olduğu üçün qısa cavab verəcəm. Bu ki, Allah Teala lətifdir, incə varlıqdır və incə varlıqdan da ilk yaradılan incə varlıq olur və bəşəriyyət bir ana ruhu ilə yaradılıb. Bunun sənədi səhih olsa da, olmasa da mən şəxsi fikrimdə qəbul edirəm. Çünki lətif bir varlıqdan lətif bir varlıq yaradılır. Yəni, anadan başlayır. Həzrəti Zəhranın da pak ruhunu bir ana ruhu kimi tutsaq, mən bunu qəbul edirəm. Bu bir. Nur Muhammediyyə nurun vahid. Vahid bir nurdur. Yəni, yaradıldıqda tək Həzrəti Zəhranın ruhu yaradılmır. Vahid bir nur yaradılır. Muhammediyyə ruhu yaradılıb. İlk yaradılan da onlardır. Bu heç. Bu, qısa şəkildə dedim ki, bu cür, onu mən qəbul edirəm. Tamam. Şəxsi fikrimdir. Yenə də deyirəm. Öz gəldiyim nəticədir. Ola bilər deyərlər ki, nə bilim, bunu zəifdir, burası belədir, orası elədir. Yox, mən ümumiyyətlə ağıl olaraq, düşüncə olaraq, hər cəhətdən, hər baxışdan baxanda, irfan elmi olaraq, bir panenteist olaraq, panenteist olaraq qəbul edirəm. İkinci, bizə göstərilir hər şey, baxın, bu ruhun potensialından söhbət gedir, nəsə göstərilmir bizə. Heç nə göstərilmir. Sadəcə olaraq ruhun potensialından söhbət gedir. Ruhun potensialında ruha deyilir ki, belə bir şey var, bunları var, bunun sən öhdəsindən gələ bilərsən, razısan ya yox, potensial olaraq, yaradılış olaraq ruh buna şövq atır, ruh bunu istəyir. Belə ki, biz Allahın dediyim kimi ruhunun üfürüldüyü insanlarıq. Yəni, mənbəyimiz Allahdır və bunun istedadı da hamımızda var. Peyğəmbərlərə göstərilib, qəbul eləməyiblər. Ancaq Hz. Muhammed sallallahu aleyhi və səlləm və onun nəsli qəbul eləyib də bu qismlərdir. Yəni, o potensiala inanaraq bunu ələ alıblar. Çünki biliblər ki, bu ruh bu vəziyyətə düşsə necə olacaq, bu həddə. Yoxsa hər xırdalığına qədər göstərilmək deyil. Bəlkə acı olaraq göstərilir, bəlkə imtahan olaraq göstərilir. Dərk, idraç həddində, nəinki təsvir və şəkil həddində, idraç həddində. Sonuncu məsələ ki, bəzi şeylər deyilir ki, o məsələlərə girişmək istəmirəm. Sözüncüsü, bir ki, neçə terminlərə işarə elədir. O terminlərə istəmirəm girişəm. Çünki o, burada nə hə, nə yox deyiləcək terminlər deyil. İzah olunacaq terminlərdir. İzah olunacaq. Birbaşa heç kim gəlib deyə bilməz ki, numerologiya yoxdur. Yaxud birbaşa heç kim deyə bilməz ki, numerologiya mən dediyim tərzdə var. Bəzi karma məsələləri heç yoxdur. Bəzi karma məsələləri elə mən dediyim tərzdə var. Yox, bunlar izah olunması, deyiləsi, ortaya qoyulması məsələlərdir. Baxır, qarşı tərəf buna hansı üslubda verir? İslam üslubda ortaya qoyur, yoxsa Hindistan üslubunda ortaya qoyur? Ateist üslubda ortaya qoyur, yoxsa İslam dininin üslubunda ortaya qoyur? İslam dininin verdiyi baxış tərzində ortaya qoyur. Necə ortaya qoyur? Sizin dediyiniz karma məsələsinə uyğun olaraq reinkarnasiya ki, işarə elədiniz. Yəni, reinkarnasiya, pişik vəziyyətində bir ruhun dönüb gəlməsi, İslam bunu qəbul eləmir. İslam bu cür məsələni ki, o karmanı ki, mən keçmiş həyatımda pis adam olmuşamsa, indi məsələn, donuz şəklində bu dünyaya gələcəm, bir də yaşayacam. Əgər yaxşı donuz kimi özümü aparsam, gələn dəfədən məsələn, yaxşı insan şəklində dünyaya gələcəm, orada da özümü pis aparsam, canavar şəklində dünyaya gələcəm, ilan şəklində dünyaya gələcəm, bu karmanı qəbul eləmir.
Yaxud ümumiyyətlə reinkarnasiyanı qəbul eləmir İslam dini. Həyatdan köçdüyün zaman geri dönüş yoxdur bu dünyaya. Yəni yenidən canlı şəklində, bədən şəklində, maddə şəklində bu dünyaya qayıda bilməzsən. Amma bəzi deyilən karmalar ki, deyilir, mən bəzi bazılarla da danışmışam, çox gözəl izah ediblər məsələni. Baxıram görüm ki, bunun problemi yoxdur. Bu dediyi karma o karma deyil ümumiyyətlə. Hindistan karması deyil, ateist karması deyil, maddi karma deyil, dünya karması deyil. Bu elə İslamdan danışır. Yəni verdiyi aldığından danışır bu dünyada. Bu dünyada yaratdığın cənnətdən danışır özündən. Bu dünyada yaratdığın cəhənnəmdən danışır özündə. Yaxud bəzi irsiyyat qanunlarından danışır özündən. Yaxud numerologiyada bəzi şeyləri deyir ki, bəli, bəzi şeylər həqiqəti var. Onu deyir. Nəinki sırf Hind numerologiyasından, Çin numerologiyasından, ateist numerologiyasından və sayı şarlatanların dediyindən danışır. Yox, bunun dediyi tamam başqadır. Bəzi dəyərli bacılar var, adlarını çəkmək istəmirəm. Burada, məsələn, onlarla danışmışıq, uzun-uzadı günlərlə söhbətimiz olub. Və görmüşəm ki, yox, bu dediyi elə İslamdan kənar deyil. Ona görə də təfsir eləyənlər nə həddə, necə deyir, nəyi deyir, buna birbaşa belə cavab vermək olmaz. Buna geniş şəkildə gərək hansı formadakı deyirsə, o cür izahla cavab verə bilərik. Elə bilirəm ki, inşallah kifayətdir, yəni bu cavabım. Bu cavabı kifayətdir. Bir də bunu deyim ki, məsəl üçün belə deyim də, Allah Taala bilirik ki, heç bir bəndəsin əlam çəkməyi istəməz. Keçən dərsimizdə də siz demişdiniz, yəni yanmağını, əziyyət çəkməyi istəməz. Və bunu belə deyim də, ondan da əlavə, məsəl üçün, heç bir bəndiyə daşıyacağı yükdən əlavə yükləməz. Amma məsəl üçün deyirlər ki, hansı ki ailələrdə, məsəl üçün belə deyim də, xəstə uşaqlar dünyaya gəlirsə, bu Allahın həmən valideynə və bəzən lütfüdür, bəzən imtihanıdır, bəzən nə bilim belə deyək də bu dünyada sınağıdır. Mənim 2 qızım elədir. Biri autizmlidir, kiçiyim 7 yaşı var. Məsəl üçün Aynur adlı bilir, Lalə müəllimə də bilir, biraz problemlidir. Mənim 7 yaşında olan qızımdakı hissiyat, qızımdakı necə deyim, bəzi xüsusiyyətlər var ki, hər insanda yoxdur. Və yaxud da mənim autizmli deyilən qızım çox dəyişibdir. Biz əllərin bərpa mərkəzinə getdik ki, ona eləyək, pensiya olunsun. Olmadı ki, bunun belə deyim də, IQ səviyyəsi daha yüksəkdir. Hətta çox gözəl rəsmlər çəkir, özünün duyğularını rəsmlərlə ifadə edir. İndi sözümün xülasəsi budur ki, məsəl üçün, onlar deyirlər ki, hansı ki ruhlar ki, xəstə olacaq gəlirsə, onlar valideyni də seçir və özləri bu yaşamı seçirlər. Belə dünya gəliş tərzi belədir. Yəni, bu bəlkə də sual dərsimizdə aid deyildi, çox üzr istəyirəm, buna da istəyirəm aydınlıq qədəriz. Yəni, dini baxımdan, məsəl üçün, psixoloji baxımdan bəzi təlimlərdə almışıq ki, ailəyə mənsubdur, karmadır və yaxud da o karma bu karmadan deyil dediniz deyə onu deyirəm. Yəni, bu karmadımı? Bundan deyil, aşaman başqa şeydir. O karmanı deyənlər də var, onlar yine de deyirəm, İslami cəhətdən danışmayan insanlardılar. Onlar dini cəhətdən danışmayan insanlardılar və yanlış da danışırlar. Görürəm də yanlış danışırlar, çox həddindən artıq yanlış danışırlar. Amma İslami cəhətdən məsələyə yaxınlaşanlar, İslami təhlillə gedənlər var, düzgün şəkildə ortaya qoyanlar var ki, elə adı karmadır. Yəni İslam da elə bunu deyib, onsuzdur. Bu sözləri, bu enerji alış-verişini, yaxud bu addımların təsirini İslam da deyib. Yəni, bizdə də var. Yeni bir şey deyil. Amma məsələ nədir? Məsələ budur. Ha deyirlər ki, valideyninin, məsələn, valideyninin günahına görə uşaq belə olub, qəti şəkildə belə bir şey yoxdur. Allah birinin günahına görə o birisini cəzalandırmaz. Bu sırf cəfəngiyətlə qayıdıb deyərlər ki, valideynin günahına görə Allah onun uşağını belə elədi, elə bir şey yoxdur. Boş şeydir. Bu, bilirsiniz, bu Əbu Cəhildir, Əbu Süfyandır. Onların təfsir tərzidir, şərh tərzidir. İslami şərh tərzi deyil. İlahi şərh tərzi deyil. Allah bu işi görməz. Yadınızda saxlayın. Allah kimi çox istəyirsə ona çətinlik verir. Çünki hər çətinlik acaqlıq getirir. Yadınızda saxlayın. Allah kimi çox istəyirsə
onun agahlıqını ucaldır, səbrini ucaldır, dözümünü ucaldır, çalışmağını ucaldır, yerində saxlamır, bir yerdə oturub qalmır, elə çırpınır, elə çabalanır, elə əziyyət çəkir, elə addım atır, yenə aktivdir. O ki qaldı, sizin gül balalarınıza baxın, bizim bildiyimiz məşhurların 90%-i belə məsələlərdən həmişə əziyyət çəkiblər. Bildiyimiz məşhurların 90%-i. Və ona görə də məhz yüksək istedadları var. Həmin Edison idi. İndi burada işıqda oturmuşuq və sizlə də danışa bilirik. Həmin Edison idi. Məktəbdə çıxartmışdılar. Amma anası neylədi? Onu elədi Edison. Və burada demək istəmirəm onun hekayəsini. Həmin Edison idi. Ya bildiyiniz ən məşhur bəstəkarlar adları yadımdan çıxdı. Əgər bacılardan kimsə bilirsə adını desin. Ailə üzvlərinin hamısında nəsə bir bəzi məsələlərdə narahatçılıqlar var idi. Elə özündə də. Ən məşhur bəstəkar oldu dünyada. Yaxud bildiyiniz bu dəqiqə filosoflar, alimlər, o məşhur alimlər, filosoflar, rəssamlar və s. Öyle Leonardo da Vinci özü ilə və başqaları ilə bütün xüsusi istedadlılar. Üzr istəyirəm, hətta Einstein özü belə. Einstein. Xüsusi istedadlarda bu var və o dediyiniz iki dənə məsələdə də xüsusi istedadın olması labiddir. Onu bilin. Bunları görmək, qəbul eləmək məsələsi, mən öz şəxsi fikrimi deyirəm. Bu təfsirlə qəbul eləmirəm. Ki, göstəriblər, deyiblər, belə olacaqsan, bu da deyib, hə, yaxşı, mən gələm qəbul. Bu cür olacaq, bunu seçəcəm, bunu seçeyim, onu götürüm. Belə deyil. Bəlkə bu potensial məsələsidir. Bəlkə bu ruhun daha mənəvi bir məsələsidir. Yəni, ruhlar bura gəlməmişdən qabaq tanışdılar. Bir çox ruhlar ki, bu dünyada bir-birlərlə ünsiyyət qururlar, o dünyada tanış olublar. Yəni, zər aləmi deyilən maddi bir tanışlıq deyil. Zər aləmi deyilən yer mənəvi bir tanışlıqdır. Və bir çox şeyləri islah eləyir. Mənim oğlum məni islah eləyir. Mən yoldaşımı islah eləyirəm. Yoldaşım qızımı islah eləyir. Dostu islah eləyir. İnsan insanı islah eləyir. Bu həyatda hər kəs bir-biri üçün bir dənə islah edici, yəni inkişaf etdirici bir amildir. İslah yox, inkişaf etdirici bir amildir. İslah kəlməsi düzgün olmaz. İnkişaf etdirici bir amildir. Və bunlar əslində yaxın ruhlar burada cəzb olurlar. Çünki orada rahatdılar. Bura gəlişlərində cəzb olurlar. Bədən, yaranan bədəni o ruhu cəzb edir. Çünki ruhu cəzb edir. Sizin, üzr istəyirəm, bətninizdə düşən o yaranan o döl ki var idi, o ruh ki sizlə tanış idi, gəlib ora cəzb oldu. Tanış olmasaydı, gəlib ora cəzb olmayacaqdı. O doğmalığı oradan sən çəkib gətirmişsən bura. Məsələ budur. Bir-birini cəzb eləyən ruhlar var. İstər bir-biri üçün fəda olmağa gəlsinlər, istər bir-biri üçün inkişaf elətdirməyə gəlsinlər, istər bir-biri üçün yol göstərməyə gəlsinlər. Hər müxtəlif cəhətlərdə, yaxud bir-biri üçün bir kitab olmağa gəlsinlər. Biraz dərin məsələlərdir. Hər halda cəzb olub gəlirlər. Və bilərəkdən bəli, bilərəkdən gəlirlər. Amma təsvir şəklində görünmür. İdraç şəklində görünür. Mən fəlsəfi cəhətini emirəm. İdraç şəklində bilir artıq nədir məsələ. Bu da bir cavabımdır. Elə bilirəm ki, bugünkü dərsimiz kifayətdir. Bir saatdə tamam oldu. Burada müxtəlif səhih sənədlərdən Peyğəmbərin əza saxlaması və s. məsələləri var ki, bunlar da kitabda gətirmişəm Allahın köməkliyi ilə. Minnətdaram, təşəkkür edirəm. Başqa bir sualı olan varsa mən buradayım.